Xanım Fatimə-i Zəhra salamullah əleyhanın ən çox sevdiyi 3 əməl. Əgər insan səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları və kəlamlarını özünə örnək bilməli və həyatında gerçəkləşdirməlidir. Həmin nümunəvi insanlardan biri də Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləmin sevimli qızı, xanımlar xanımı və analar anası Həzrət Fatimə-i Zəhra salamullah əleyhadır. Bir xanım ki, bəşəriyyətə hər tərəfli örnək və nümunədir. O xanımın şəhadəti münasibəti ilə əziz xalqımıza başsağlığı verir və dəyərli kəlamlarından birini diqqətinizə çatdırırıq. Xanım Fatimə-i Zəhra salamullah əleyha buyurmuşdur: Sizin dünyanızdan 3 əməl mənə sevdirilmişdir. 1. Allahın kitabı olan Qur'an-ı Kərimi tilavət etmək. 2. Allah Rəsulunun üzünə tamaşa etmək. 3. Allah yolunda xərc çəkmək. Nə yaxşı olar ki, biz də xanım Fatimə-i Zəhra salamullah əleyhanın ən çox sevdiyi bu 3 əmələ rəğbət bəsləyək və ona əməl etməklə həyatımızı ilahi rəngə boyayaq.